Rəvayət edilir ki, Ayşə demişdir: Bəni Sureyq qəbiləsindən bir Yahudi Peyğəmbərə Allahın salavatü və salamı olsun sehr etdi. Onun adı Ləbid ibn Əl-Əsam idi. Peyğəmbərə Allahın salavatü və salamı olsun etmədiyi bir şeyi sanki etmiş kimi xəyal olurdu. Bir gün və ya bir gecə Peyğəmbər Allahın salavatü və salamı olsun 3 dəfə dua etdi. Sonra belə buyurdu: Ey Ayşə, Allahdan soruşduğum şey haqda onun mənə verdiyi fətvanı anladın mı? 2 kişi gəldi və biri baş, digəri isə ayaq tərəfimdə oturdu. Baş tərəfimdə olan, ayaq tərəfimdə olana və ya ayaq tərəfimdə olan, baş tərəfimdə olana belə dedi: Kişinin ağrıları nədir? O dedi: Sehr olunub. O biri dedi: Onu kim sehr edib? O dedi: Ləbid ibn Əl-Əsam. O biri dedi: Nə ilə? O dedi: Daraq və daraqdakı saçı erkək xurma tumurcuğunun içinə qoyaraq. O biri dedi: O hardadır? O dedi: Zeyərvan quyusunda. Peyğəmbər ona Allahın salavatü və salamı olsun səhabələrindən bir neçə nəfərlə ora gəldi və belə buyurdu: Ey Ayşə, sanki quyunun suyu xınaya boyanmış, xurmaları isə şeytanın başı kimi idi. Mən dedim: Ey Allahın necisi, onu yandıraq mı? O belə buyurdu: Xeyr, uca Allah artıq mənə şəfa verib. Lakin insanlara pisliyin toxunmasından qorxduğum üçün əmr verərək onu bastırtdım. Muslim 4059, 5832-ci hədis.